Təhəccüd və ya gecə namazı nədir? Necə qılınır? Mən bu haqda bir neçə dəfə danışmışam, lakin təəssüf ki, nə qədər detallı danışsam da, bir o qədər daha çox sual verilib. Bu məsələyə bir də toxunmaq istəyirəm. Təhəccüd Qurani-Kərimdə işlənən bir kəlmədir. Gecə oyanaraq gecə namazı qılmaq, Quran oxumaq, Allahı zikr etmək və ondan bağışlanma diləmək mənasını ifadə edir. İsra surəsinin 79-cu ayəsində oxuyuruq. Və minəl-leyli fətəhəccəd bihi nafilətən ləkə Asa ən yəb'asəkə rabbuka məqamən məhmudə. Ayədə Peyğəmbərdən tələb olunur ki, gecənin bir qismini oyaq qalıb ona məxsus vəzifələri yerinə yetirsin. Bunun nəticəsində Allah Peyğəmbərə Məhmud məqamını vəd edir. Bu isə təhəccüd ibadəti ilə mümkündür. Təfsir alimləri bu məqamın nə olması barədə fikirlər söyləyiblər. Bunun həm də qiyamət günü şəfaət məqamına çatmaq olduğunu deyənlər var. Bu ayə əsasən belə nəticə əldə edilib ki, gecə oyanıb müəyyən ayinləri icra etmək, xüsusilə gecə namazı qılmaq Peyğəmbərimizə vacib, digər müsəlmanlara isə müstəhəb olmuşdur. Həmçinin Muzzəmmil surəsinin ilk ayələrindən bizə aydın olur ki, gecənin bir hissəsini ibadət üçün oyaq qalmaq Peyğəmbərin vəzifəsi idi. Habelə Quranda səhər vaxtı bağışlanma diləmək təqva sahiblərinin xüsusiyyətlərindən biri kimi qeyd olunub. Deməli, təhəccüd lüğətdə yuxudan sonra oyanmaq mənasına gəlir. Bəzən gecə namazına da təhəccüd deyilib. Ona görə də terminoloji olaraq təhəccüd dedikdə gecə namazı qılmaq daha qabarıq göstərilir. Bu namaz hətta ən üstün müstəhəb namaz hesab edilib. Nəql olunub ki, Həzrəti Peyğəmbər öz vəsiyyətində İmam Əliyə 3 dəfə gecə namazını tövsiyə edib. Həmçinin Peyğəmbərdən müsəlmanlara xitabən belə nəql olunub. Gecə namazını tərk etməyin, hətta bir rəkat olsa belə. Cabir ibn Abdullah Ənsari Peyğəmbərimizdən belə nəql edib ki, Allah İbrahim Peyğəmbəri yalnız 2 xüsusiyyətinə görə dostu və xəlili seçdi. İbrahim Peyğəmbər insanlara yemək verirdi və gecə insanlar yatarkən gecə namazı qılırdı. Bəzən günaha mürtəkib olmaq insanı bundan məhrum edir. İmamlarımızdan nəql olunub ki, günah etmək insanı gecə namazından məhrum edər. Keçək məsələyə. Bu namazı nə vaxt qılmaq olar? Gecə namazının vaxtı şər'i gecə yarısından sübh azanına qədərdir. Gecə namazını sübhə yaxın səhər vaxtında qılmaq digər vaxtlarda qılmaqdan daha fəzilətlidir. Yəni elə nizamlayın ki, gecə namazını bitirdikdə sübh azanı daxil olsun. Əgər dura bilməyəcəyinizdən qorxursunuzsa, telefonlarda gecə yarısı vaxtı qeyd edilib. O zaman da qıla bilərsiniz. Hətta yatıb qalsanız qəzasını da qıla bilərsiniz. Bu namaz o qədər əhəmiyyətlidir ki, onu qılmamaq üçün heç bir bəhanə yeri qoyulmayıb. Əlbəttə vacib deyil. Həm də bir də deyim ki, ən yaxşı vaxt sübh namazına yaxın vaxta qılmaqdır. Yaxşı, bu namaz necə qılınır? Gecə namazı 11 rəkətdir. 8 rəkəti 2 rəkətli şəkildə gecə nafiləsi niyyəti ilə qılınır. Diqqət edin, 8 rəkətli namaz yox, 2 dənə 4 rəkətli namaz yox, 4 ədəd 2 rəkətli namaz qılacaqsınız. Niyyəti necədir? Gecə namazının nafiləsini qılıram qürbətən ilallah. Allahu Ekber. Sonra Fatihə surəsini oxuyacaqsınız. Ardınca İxlas surəsini oxuyacaqsınız. Sonra Allahu Ekber təkbir deyib rüküyə gedəcəksiniz. Sonra rükudan qalxacaqsınız. Sonra səcdəyə gedəcəksiniz. Birinci səcdəyə. Qalxıb oturacaqsınız. Sonra ikinci səcdəyə gedəcəksiniz. Qalxıb oturacaqsınız və ayağa duracaqsınız. İkinci rəkat başlayır. Bir daha Fatihə surəsi, sonra İxlas surəsini oxuyursunuz. Daha sonra isə qunut tuta bilərsiniz. Qunutdan sonra Allahu Ekber rüküyə gedəcəksiniz. Daha sonra qalxacaqsınız. Sonra birinci səcdə, ardınca ikinci səcdə. İkinci səcdədən qalxacaqsınız. Oturan yerdə təşəhhüd, salamlar və salam. Bu da oldu 2 rəkətli namaz, eynilə sübh namazı kimi. Bax, bundan 4 ədəd qılacaqsınız. Bir yerdə oldu 8 rəkət. İzah edə bildim. Bunlardan sonra isə şəf' niyyəti ilə, yəni 2 rəkətli namaz qılırsınız. Bu namazda isə qunut tutulmur. Şəf' namazını qılıram qürbətən ilallah. Niyyəti belədir. Müstəhəbdir ki, şəf' namazının birinci rəkətində Fatihə surəsindən sonra Nas surəsini,
İkinci rəkətdə isə Fatihə surəsindən sonra Fələq surəsini oxuyasınız. Əgər bu surələri bilmirsinizsə, mən açıqlamada yazacağam. Yaxud telefondan oxuya bilərsiniz, yaxud kağızdan oxuya bilərsiniz. Lap heç oxumaya da əvəzində sadəcə İxlas surəsində oxuya bilərsiniz. Bu da aydın. Daha sonra bir rəkətli vətr niyyəti ilə namaz qılınır. Niyyəti vətr namazı qılıram qürbətən ilə Allah. Allahu Ekber. Daha sonra Fatihə, İxlas, ardınca qunut tutursunuz. Qunutda istədiyiniz duanı oxuya bilərsiniz. Hətta qunutda ana dilinizdə də duan oxuya bilərsiniz. Sonra isə Allahu Ekber, rüku, rükudan qalxırsınız səcdələr, sonra təşəhhüd və salamlar və salam bir rəkətli namaz. Lakin müstəhəbbə əməl etmək istəyirsiniz ki, orada savaba nail olacaq daha çox əməl, dua və zikirlər olsun. Onda Fatihə surəsindən sonra yaxşı olar ki, 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq surəsini, 1 dəfə də Nas surəsini oxuyasınız. Ardınca qunutda bacardığınız qədər uzadasınız. Yaxşı olar ki, qunutda bunları edəsiniz. 40 mömin üçün bağışlanma diləyəsiniz. Edə bilərsiniz belə. Allahumma ğfir li fulan. Məsələn, Allahumma ğfir li Fərid, li filan kəs. Belə 40 nəfər. Axı mən 40 nəfər bilmirəm nə edim. Fərqi yoxdur. Nə qədər bilirsiniz deyin. 40-dan da artıq ola bilər. Az da ola bilər. Edə bilmirsiniz. Sadəcə deyin ki, Allahumma ğfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el-əhyai minhum vel əmvat. Yaxud yenə də deyim, Azərbaycan dilində deyə bilərsiniz. İlahi anamı, atamı, filan kəsi bağışla. Daha sonra 70 dəfə əstəğfirullah və ətubu ileyh zikrini deyəcəksiniz. Yəni Allahdan bağışlanma diləyir və ona tövbə edirəm. Daha sonra 7 dəfə həzə məqamul aizi bikə minən-nar. Yəni bu cəhənnəmdən sənə sığınanın məqamıdır. Daha sonra 300 dəfə əl-af və yaxud da ilahi əl-af. Bundan sonra bir dəfə Rabbi iğfirli varhamni və tub aleyyə innəkə əntət-təvvabul ğafurur rahim. Yəni, ey Rəbbim, məni bağışla, mənə rəhm et və mənim tövbəmi qəbul et. Şübhəsiz ki, sən tövbələri qəbul edənsən, bağışlayansan, rəhimlisən. İndi burada 330, mən bunları necə saymağı qunutda çətindir. Rahat, məsələn, belə tutub, təsbih ilə zikr edə saya bilərsiniz. Yaxud da ki, zikirləri hesablamaq üçün o qurğudan belə tutub hesablaya bilərsiniz. Hər şey çarə var. Bir daha deyim, ümumiyyətlə sadəcə öz duanızı da edə bilərsiniz. Təki qılasınız. Namazı bitirdikdən sonra yaxşı olar ki, Fatimə Zəhra xanımın təsbihini edəsiniz. 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə də Subhanallah. Ola bilər kimsə düşün ki, 11 rükət çətin deyə. Əzizlər, qeyd edim ki, gecə namazının ən fəzilətli hissəsi şəf və vətr namazlarıdır. Vətr namazı isə şəf namazından daha üstündür. Gecə namazında yalnız şəf və vətr namazlarını, hətta sadəcə vətr namazlarını da qılmaq kifayətdir.